qara qızlar qara kömür satır. İsmayıllı kömürü neçəyədir? İsmayıllı kömürü. Kofenin toxumlarına, yəni bunlara suka deyirlər. Qəhvə dənələrinin təmizlənməsi, qovrulması, üyüdülməsi qonaqların gözü qarşısında baş verir. Bu gilə meyvələrdən birini cibinizə, digərini də çantanıza qoyursunuz ki, uğur sizdən yan keçməsin. Biz gedək, qoy başqa turistləri qazlasınlar. Gözlə, getmə. Pizzadır, sizin üçün gətirmişik. Bəh, həla qoxusu var. Dadlıdır. Uqandada ekvator xəttində dayanmışıq. Eksperimentimiz davam edir. Cənubi qutbu tərəfə keçək. Bütün bayraqların gözəli, yaraşıqlısı, hər şeyimiz Azərbaycan bayrağı. Torpaq adamlarının ölkəsində səyahətimiz davam eləyirdi. Yadımdan çıxmamış deyim ki, Uqanda sözünün mənası da elə məhz torpaq adamı deməkdir. Ətrafa göz gəzdirə-gəzdirə bələdçimiz Patrikin arxasınca düşmüşdük. Getdiyimiz yol, ayaq bastığımız hər cığır bizi bir-birindən maraqlı yerlərə aparırdı. Meşədə kəsilmiş ağacları görəndə isə açığı təəccübümü gizlədə bilmədim. Dəyərli dostlar, Murad hara getdin? Muradla gəlmişik, Uqandanın meşəliyindəyik. Gördüyünüz bu ağaclar evkalipt ağaclarıdır. Avstraliyadan gətirilib, iqlimə çox da yaxşı uyğunlaşdırılıb və bu ağacların hündürlüyü bildiyiniz kimi 10 metrdən də yuxarı olur. Amma burada yerli ağaclar da görürsünüz. Onlar ancaq Uqandada yetişir, Afrikada yetişir. Həmin ağacları kəsmək qəti qadağandır. Amma hündürlüyü 10-15 metrə çatan evkalipt ağaclarını kəsməyə icazə verilir. Bu evkalipt ağacları olmasaydı, bəlkə də indi Uqandada meşə qalmamışdı. İnsanları qınamaq da olmur. Axı ailələrə adicə yemək pişirmək üçün odun lazımdır. Hələ mən ev tikməkdən, təsərrüfatdan danışmıram. Hökumətimiz bu problemi həll eləmək üçün Avstraliyadan çoxlu sayda evkalipt ağacları gətizdirdi və ağaclar sürətlə böyüməyə başladı. Baxın, indi işıq dirəkləri belə evkalipt ağacındandır. Ümumiyyətlə bu ağacların yaxşı xüsusiyyəti odur ki, kəsildikdən sonra yenidən böyüməyə davam edirlər. İndi cəmaatımız rahat şəkildə bu ağaclardan faydalana bilirlər. Hətta kömür hazırlayıb biznes quranlar da az deyil. Patrikin sözünə qüvvət. 2 gün əvvəl yol üstü qarşılaşdığımız kömür satan bir neçə xanımla söhbətimiz elə bu haqda olmuşdu. Gəl bax, qara qızlar qara kömür satır. Salam. İsmayıllı kömürü neçəyədir? İsmayıllı kömürü. Small. İsmayıllı small. Balaca kisəni soruşursa 1000 şilinqədir. Deyir bu balaca kisə 1000 şilinqədir. Bu hansı ağacın kömürüdür? Evkalipt. Bazar olsun. Bazar olsun, olsun. Yazıqdılar, Allah köməkləri olsun. Biz burada 2 növ qəhvə əkirik, Arabika və Robusta. Bilirsiniz ki, Uqanda ekvatorda yerləşdiyindən tez-tez yağışlar yağır. Ona görə də meşə qəhvəsi adlandırdığımız Robusta növü burada daha yaxşı məhsul verir. Amma Arabika daha çox dağlıq ərazilərdə yetişdirilir. Burada hava günəşli, həm də yağışlı olduğundan Arabika da yetişdirə bilirik. Bu isə Robusta qəhvəsidir. Ağac əkiləndən 2-3 il sonra məhsul verməyə başlayır və hər bir ağac 15 ildən çox bar verir. Havadan asılı olaraq qızarmış qəhvə dənələrini 1-2 həftə günəşin altında quruduruq və bundan sonra qəhvəmiz hazır olur. Biz Namibiyada Muradla olanda Damara qəbiləsindən bir nəfər demişdi ki, kofenin toxumlarına, yəni bunlara suka deyirlər. Suka, yəni kofe ağacının bəhrəsinə deyirlər. Belə. Afrika qəhvəsinin tarixi minilliklərə dayanır. Rəvayətə görə Kallisto adlı bir çoban keçilərinin ağacdakı gilə meyvələri yedikdən sonra daha ayıq və enerjili olduğunu görür. Sonradan qəhvə bitkisi kimi tanınan bu ağac haqqında rahiblər eşidir və onlar qovrulmuş qəhvə dənələrindən içki dəmləməklə təcrübə aparmağa başlayırlar. Beləliklə, Afrikada qəhvənin tarixi yaranır. Qəhvə yetişdirmək, hazırlamaq artıq Afrikada ənənə şəklində nəsillərdən nəsillərə ötürülən bir sənətə çevrilib. Qonağı olduğumuz Beninadan başqa. Çünki onların nəslində özündən başqa heç kəs fərli başlı bu işlə məşğul olmayıb.
Amazina ganje, ninge penina. Mənim adım Beninadır. Heç vaxt məktəbə getməmişəm. Düzü, qəhvə hazırlamağı da bacarmırdım. Amma ailə qurduqdan sonra yoldaşıma hər gün qəhvə hazırlamağa başladım. Onların bağında həm də çoxlu qəhvə ağacları var idi. Hazırladığım qəhvəni getdikcə daha çox insan sevməyə başladı. Və qərara gəldim ki, qəhvə evi açım. Artıq 20 ildən çoxdur ki, bu işi sevə-sevə görürəm. Afrika qəhvəsi təkcə bir içki deyil. O, həm də biz Afrikalıların mədəniyyət və ənənəsinin bir parçasıdır. Bizim üçün qəhvə qonaqpərvərliyin və dostluğun simvoludur. Və onun hazırlanması, təqdim olunması belə ayrıca bir mədəniyyətdir. Qəhvə dənələrinin təmizlənməsi, qovrulması, üyüdülməsi qonaqların gözü qarşısında baş verir. Bu ab-hava onların təzə və ətirli qəhvəmizdən həzz almaları üçündür. İlk meyvəsi kofenin yaşıl rəngdə olur. Sonra qızarır. Belə qızarır. Onu yığandan sonra günəşdə qurudulur. Baxırlar ki, yetişib, yetişməyib, sirkələyirlər. Səs gəlirsə, demək ki, o kofe istifadəyə yararlıdır. Sonra digər prosesləri də sizə xanım göstərdi. Bax, bunun içindən kofe çıxır. Sonra da onu bildiyimiz qaydada qovrurlar, pişirirlər, hazırlayırlar və sonra da qonaq eləyirlər. Hə, fıstıq da verirlər, sağ olsunlar. Məsələn, Murad, təəssüratların? Təəssüratlarım çox gözəl. Həm də ki, bir məqamı çatdırmaq istəyirəm. Axırıncı məhsulu, sizdə evdə kofe maşını varsa, qolunuzda güc yoxdursa, evdəki kofe maşınından istifadə edib bunu Üyüdə bilərsiniz. Uqandaya səyahətimiz davam eləyir. Çalışırıq nələrsə öyrənək və öyrəndiklərimizi də siz tamaşaçılarla paylaşaq. Bəlkə də kimlərsə bilir bunu, amma bilməyənlərə məncə maraqlı olacaq. Əgər sizə həqiqətən də videolarımız maraqlıdırsa, kanalımıza abunə olmağı unutmayın və videolarımızı bəyənməyi də unutmayın. Hələ ki, Uqandaya səyahətimiz davam eləyir. Həmişə gəlin. Qəhvəmizi içib, güc toplayıb çəkilişə davam elədik. Bu dəfə yolumuzun üstünə xalq təbabəti ilə məşğul olan bir obyekt çıxdı. Obyekt ona görə ki, otaqlarında yüzlərlə sertifikatı olub, amma lisenziyasız həkimlərlə iş quran klinikalardan buranın heç bir fərqi yox idi. Hər ikisində oxşar tərəf müalicənin nəticələrinin böyük sual altında olmasıdır. Tanış olaq. Mənim adım Kato Samga Gingo'dur. 69 yaşım var. Heç bir tibbi təhsilim yoxdur. Amma illərlə bu dağlardakı bitkiləri, onların müalicəvi tərəflərini öyrənmişəm. Bundan əlavə, xalq təbabəti ilə məşğul olan ustadların yanında köməkçi işləyib təcrübə qazanmışam. Bura qədər hər şey qaydasındadır. Davam edək. Xərçəng, koronavirus və eboladan başqa, burada demək olar ki, insanların bütün xəstəliklərinə çarə tapa bilirəm. Eləcə də onların üzərindəki ağırlığı, negativ enerjini yox eləyirəm. Tam da inandırıcı gəlməsə də həyatdır. Hər şey ola bilər. Bu aloe veradır. Bu isə Bononia amangodelenadır. Malariya zamanı hər ikisini qaynadıb suyunu içəndə yaxşı təsir göstərir. Bambala paxlası. Ona möcüzəvi paxla da deyirik. İlan sancanda zəhəri çıxarmaq üçün istifadə edirik. Bu marofadır. Güclü baş və oynaq ağrılarında istifadə olunur. Sweet bezo bitkisi. Bu bitkidənsə qarın ağrısının müalicəsində istifadə olunur. Uğurgilə meyvəsidir. Hə, deyəsən başlandı. Ova gedəndə, səyahət eləyəndə bu gilə meyvələrdən birini cibinizə, digərini də çantanıza qoyursunuz ki, uğur sizdən yan keçməsin. Bu sizə xoşbəxtlik gətirəcək. Bu isə orxuquradır. Bunun birini üstünüzə, digərini isə mütləq və mütləq boynunuzun arxasına yapışdırmalısınız.
İnanılmaz nəticəni özünüz də görə bilərsiniz. Bu xoşbəxtlik meyvəsidir, gilə meyvəsidir, toxumudur, bilməm nədir. Onu mütləq şəkildə birini cibinizə qoyursunuz, birində çantanıza ki, o sizə uğur gətirəcək. İnanın ki, iydən boğuldum burada. O qədər yəni ki, belə reallığa uymayan məsələlərdən söhbət gedirdi və ən əsası burada müxtəlif bitkilər var, iydən boğulduq. Sənin təəssüratın nədir? Burada bir dənə bitki var, tikanlı bitkidir. Məsəl üçün, sənin bossun, menecerin, sənin nəsə bir problemin varsa, o tikanı öz üzərinə qoyursan, bir də qoyursan başının arxasına. Gedirsən, sənin bütün problemlərin həll olunur. Deməli, əgər rəhbərliklə problemimiz varsa, bu tikanların birini yaxaya vururlar, biri də mütləq şəkildə boynun arxasında olmalıdır. Peysər nahiyə qorunmalıdır. Yəni, bunu vurandan sonra mütləq şəkildə sizin problemləriniz həll olunacaq, dostla olacaqsınız qohum, nəinki dost. Yəni, belə. Deyəsən gələn var idi. Təbibin dəfələrlə xüsusi dəlikdən boylanması, onun növbəti qurbanları qəbul etməyə hazır olmasından xəbər verirdi. Burada digər turistləri də görürsünüz. Biz gedək, qoy başqa turistləri qazlasınlar. Thank you very much. Thank you very much. Yəni, bilməm niyə çox sağ ol deyirik, amma hər nə. Bayaqdan bu boyda yol gəlmişik, məşəli ilə. 8000 manat pul vermişəm oynamaqlarına bax. İndi biz çıxdıq, buradakı turistləri əfəlləyəcək. Görürsünüz də həyatı insanları nələrə vadar eləyir. İşbaz təbibdən ayrılıb çəkilişimizə davam elədik. Yol boyu meşədə maraqlı quş yuvaları ilə qarşılaşırdıq. İmkan düşdükcə hətta bir neçəsini lentə də ala bildik. Və qəsəbəyə çatan kimi bələdçimizin ilk işi bizi bu yuvaların ustaları ilə yaxından tanış eləmək oldu. Bunlar toxucu quşlardır. Toxucu quşlar yuvalarını ən nazik budaqlarda tikirlər ki, böyük heyvanlar üçün əl çatmaz olsun. Və toxucu quşların erkəkləri dünyada bəlkə də ən bədbəxt varlıqlardır. Çünki onlar evi yaxşı tikə bilməsələr, ola bilsin ki, ömürlərinin sonuna qədər subay qalsınlar. Məsələ burasındadır ki, cütləşmə dövründən qabaq dişilər tikilən evə baxırlar. Əgər evi bəyənməsələr, üz çevirib bir dəfəlik gedirlər. Quşlardan söz düşmüşkən Uqandanın simvollarından biri də taclı durnadır. Bu quş Uqandanın simvoludur. Hətta onların pulların üzərində də öz əksini tapıb. Təkcə pulun yox, bayrağın da üzərində taclı durna təsvir olunub. Qırmızı kitaba düşmüş bu quşları görmək üçün onları axtarmağa heç ehtiyac da yoxdur. Çünki taclı durnalar insanlara yaxın yerlərdə yuva qururlar və adamlardan qorxmurlar. Bəlkə də elə qorxmadıqları üçün nəsli kəsilməkdə olan quşların siyahısına düşüblər. Bu quşlar ömürlərinin sonuna qədər cəmi bir dəfə ailə qururlar. Maraqlısı budur ki, Uqandada, Zambiyada, Namibiyada hələ də taclı durnanı müqəddəs varlıq kimi sayanlar var. Kenyada isə əksinə hesab edirlər ki, bu quş insanlara uğursuzluq gətirir. Quş getdi, biz də getdik. Bigodi ilə sağollaşıb ekvatora doğru hərəkətə başladıq. Bilmirəm demişəm ya yox, Uqandanın 1/4-ni dünyanın ikinci ən böyük şirin gölü olan Viktoriya təşkil edir. Gölün yanından ötüb keçəndə balıq tutan bu uşaqları gördük. Maşında isə hər ehtimala qarşı yemək alıb qoyurduq ki, ac uşaqları görəndə sevindirə bilək. Çantamızdakı son pizza da elə onların qisməti imiş. Gözlə, getmə. Gəl sən də payını götür, sonra gedərsən. Salam uşaqlar. Pizzadır, sizin üçün gətirmişik. Bəh, əla qoxusu var. Dadlıdır. Tez ol, sən də özünü çatdır. Yoxsa sənə qalmayacaq. Bayramdır, bayram. Mənim adım Robertdir. Demək olar hər gün bura balıq tutmağa gəlirik. Həm boş vaxtlarımızı səmərəli keçiririk, həm də balıqları satıb pul qazanırıq. Üstəlik evə aparmağa da bəs eləyir. Yəqin buranın balıqları dadlı olar. Hə, əlbəttə, çox dadlı olur. Amma nənəm danışır ki, 70-ci illərdə insanlar acından ölsələr də bu göldən balıq yeməzdilər. Sən demə, 1971-ci ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gələn İdi Amin 10 minlərlə insanın meydini bu gölə atıbmış. Ondan sonra Viktoriya gölü qəbristanlığa çevrilir və meydlər günlərlə suyun üzərində qalır.
Ölkədə balıq bol və ucuz olsa da, amma Uqandalılar ona yaxın düşmürlər. Qeyd edim ki, Qərb Idi Amini Uqanda cəlladı adlandırırdı. Buna səbəb 300 min insanı qətlə yetirməsi və ordunun 1/3-ni məhv etməsi idi. Deyilənlərə görə o həm də özünü ölkədəki bütün qadınların əri, malın, mülkün, bir sözlə hər şeyin sahibi olduğunu elan edən diktator olub. 8 illik hakimiyyəti Uqandanın iqtisadi və sosial fəlakət dövrü kimi qiymətləndirilir. Bütün bunlara rəğmən, bəzi Uqandalılar üçün Idi Amin xalqını köləlikdən azad edən bir qəhrəmandır. Hətta ağ adamları itaət etməyə məcbur edib, özünü onların çiyinlərində daşdıraraq xalqın əməlli başlı nəbzini tuta bilib. Yol boyu diktator məhfumunun nə qədər subyektiv və mübahisəli olduğu haqda düşünürdüm. Bir də gözümü açıb gördüm ki, dünyanı iki yerə bölən ekvator xəttinə gəlib çatmışıq. Uqandada ekvator xəttində dayanmışıq. Muradla məni bir xətt ayırır. Çünki o hal-hazırda Cənub qütbündədir, mən isə Şimal qütbündəyəm. İki dostu düşünürəm ki, ekvator xətti belə ayıra bilməz. Gəl qardaş, gəl qucaqlaşaq səninlə. Mənim adım Alfred Paskamunqadır. Sizə böyük məmnuniyyətlə ekvator xətti haqqında danışacağam. Sizin adınız nədir? Emin. Emin? Bəli. Bəs sizin? Murad. Murad. Beləliklə Emin və Muradla biz indi maraqlı eksperiment aparacağıq. Şimal və Cənub qütblərində nələrin baş verəcəyini birlikdə görəcəyik. Siz hansı ölkədən gəlmisiniz? Azərbaycandan. Lap yaxşı. Elə isə eksperimentimizə başlaya bilərik. Biz bu tərəfə keçməliyik. Baha görə Alfred bizə nə göstərir? Əslində bilirik söhbət nədən gedir, amma daha dəqiqliyi ilə indi siz də görəcəksiniz, biz də. Bir daha ekvator xəttinə xoş gəlmisiniz. Biz Uqandada şimal və cənub qütblərinin müxtəlif təsir qüvvələrinə malik olmasına dair eksperiment aparacağıq. Məsələn, Şimali Amerikada, Avropadakı ölkələrdə yaşayanlar ayaq yoluna və ya əl üzyana suyu buraxdıqda su saat əqrəbi istiqamətində hərəkət eləyir. Cənub ölkələrində isə tam tərsinə su saat əqrəbinin əksi istiqamətində hərəkət eləyir. Onu da deyim ki, 21 mart və 23 sentyabrda Uqandada gecə və gündüz bərabərləşir. Bərabərlik günləri adlandırdığımız bu tarixlərdə kölgə olmur. Dəqiq desək, insan öz kölgəsini görə bilmir. Yeri gəlmişkən ekvator xətti 13 ölkədən keçir. Ekvador, Kolumbiya, Braziliya, San Tome və Prinsipi, Gabon, Kongo Respublikası, Kongo Demokratik Respublikası, Uqanda, Kenya, Somali, İndoneziya və Maldiv adaları. Və edəcəyimiz eksperiment həmin ölkələrdə də keçərlidir. Başlayaq. Qabımıza suyu tökürük və suyun üzərinə çiçək qoyuruq. Bura şimal qütbü olduğundan çiçəyin saat əqrəbi istiqamətində hərəkət etdiyini görürsünüz. Eksperimentimiz davam edir. Cənub qütbü tərəfə keçək. Bəs indi nə baş verəcək? Bura cənub qütbü olduğuna görə çiçək əksinə fırlanacaq. Hə, əks istiqamətdə. Elədir ki var. Baxın. Çiçək artıq saat əqrəbinin əksi istiqamətində hərəkət eləməyə başladı. Bu eksperimentdə baş verənlər təbiətdən bildiyimiz Coriolis effektinə görədir. Gördüyünüz kimi çiçək şimal qütbündə saat əqrəbi istiqamətində, cənub qütbündə isə əksinə hərəkət etdi və qütblərin qovuşduğu yerdə bu effekt təsirini itirir. İndi həmin sıfır nöqtəsinə yaxınlaşırıq. Çünki sonuncu eksperiment düz ekvator xəttinin üzərində olacaq. Deməli, çiçək nə saat əqrəbinin əksi istiqamətində hərəkət eləyəcək, nə də saat əqrəbi istiqamətində hərəkət eləyəcək. Düz ortada dayanacaq. Baxaq. Getdi. Bəli, bu ondan xəbər verir ki, biz həqiqətən də ekvator xəttində dayanmışıq. Sol tərəfdə şimal qütbü, sağ tərəfdə cənub qütbü. Burada Murad Mursalov, mənim uşaqlıq dostum və ortada ekvator xətti. Murad, nə deyə bilərsən? Hisslərimi tüklərdən hiss eləyirsiniz. Biz olub. Doğrudan da Murad, tüklərin biz olur. Yox, o bilmirəm, o maqnitə görədir, ya da ki, mən keçirdiyim hissiyatları belə bir unikal bir yerdə olmağımın mənim dostum Eminlə nəsə bir
Mən sənə uşaqlığından tanıyıram, qapa basma. Çox həssas insansan. Ona görə mən düşünürəm ki, bu ona bağlıdır. Maqnitlə əlaqəli olsaydı mən də adamam. Mənim də tüklərim biz yanardı. Kitaba düşdü, yeymi? Sertifikatımızı da aldıq. Yadigar qalmaq üçün düşünürəm ki, əla bir vasitədir. Bu 20.000, bəh, pullara bax. Getdik Murad, getdik. Çox maraqlı bir məqamla qarşılaşdıq. Gedənə yaxın Alfred bizə sertifikat verdi ki, həqiqətən də burada olmusunuz. Nömrəli filanlı, Turizm Nazirliyinin möhürü ilə filanla. Nəsə sözümüz onda yox. Deməli, indi mən hal-hazırda Cənubi yarımkürədəyəm. Murad şimal yarımkürədədir. Amma çox maraqlı məqam nədir burada? Görürsünüz, ekvator xəttidir. Amma burada nədir? Başımızın üstündə. Bizim doğmamız, canımız, bütün bayraqların gözəli, yaraşıqlısı, hər şeyimiz Azərbaycan bayrağı. İnanın ki, tüklərimiz biz dayandı. Bax, indi həqiqətən də tüklərimiz biz dayandı bizim. Yəni, o qədər gözəl bir hissdir ki, məhz ortada, ekvator xəttində Azərbaycanın bayrağıdır. Vətəni sevməyən insan olmaz, olsa da o şəxsə vicdan olmaz. Sevirik sizi dəyərli dostlar. Qarşıda sizi qeyd elədiyim kimi maraqlı videolar gözləyir. Hələlik görüşənədək. Birleşimizin sponsoru Murad Mursalovdur. Hər bir Uqandalı 50-dən çox dil bilir. Bax, kasava budur. Biz onu çox sevirik. Əgər almırlarsa, qoy pullarını götürsünlər. Biz dünyanın ən möhtəşəm yerlərindən birindəyik. Nil çayının mənbəyindəyik. Məncə siz biraz aralı dayanmalısınız. Bu yeməyin adı kigeridir. Bu bizim xaçdır, sadəcə kartofla. Hətta həmin borulardan yeni gələnlər də istifadə eləyirdi. Bananxana, bananlara baxın, ilahi. Birdən yanlış anlamış olarıq bu. Popo. Poponun qiyməti 46 qəpiyədir burada. İçə bilərsən.